Hər kəsə Güvən Test Bankından modal feillərinin izahını verirəm. Modal feillərin testini işləyərkən ilk növbədə nəyə fikir verməliyik? Biz də boşluqdan sonra gələn feilin to ilə gəlib gəlmədiyinə. Çünki bəzi modal feillər var ki, to ilə işlənir. Bəziləri var ki, tusuz işlənir. Buna diqqət etdikdə testin cavabını daha asanlıqla tapa bilərik. Məsəl üçün, birinci suala baxaq. Baxın, boşluqdan sonra gələn feilimiz tusuzdur. Biz də bilirik ki, mastı, kəndi, şultdur. Bunlar tusuz gəlir. Heç bir variantı çıxa bilmədiyimiz üçün cümlədəki zaman zərfinə də fikir verməliyik. Yesterday hansı zamandır? Dünən deməkdir. Deməli, keçmiş zamandır. Bizə verilənlərdə A variantı, D, B, bunlar hamısı indiki zaman məzmunludur. Və verilən variantların içində C variantı hətta keçmiş zamanı bildirir. Deməli, bir də cavabımız olur C. 2-yə baxırıq. 2-də yenə boşluqdan sonraki feilimiz use'dur və tusuz gəlib. Bildiyimizə görə out'dan sonra mütləq şəkildə feil to ilə gəlir. Need modal feil kimi inkarı özü ilə düzəlir və o zaman özündən sonra qətiyyən to gəlməz. Buna görə D variantı yanlışdır. Should'dan sonra to qətiyyən gəlməz. Has to'nun sualı inkarı does'la düzəlir və hasn't deyilən bir ifadə olmadığı üçün 2-də doğru cavab olur C variantı. Üçüncü suala yenə baxırıq. Baxırıq ki, boşluqdan sonra gələn feil speakdir və tusuzdur. Ən birinci çıxacağımız variant olur D variantı. Çünki out'dan sonra nə gəlməli idi? To gəlməli idi. Haven't to deyilən bir ifadə yoxdur. Çünki have to'nun sual inkarı do ilə düzələcək. A, B, C variantları arasında yenə qalırıq. Baxırıq ki, cümləmizdə had var və buradan avtomatik biz bilirik ki, had keçmiş zamandır və mən cümləni zaman uzlaşması ilə keçmiş zamandan davam elətdirməliyəm və ABC içərisində keçmiş zaman məzmunlu nədir? C variantı. 3-də də cavab olur C. Dördüncü suala keçirik. 4-də yenə baxırıq ki, boşluqdan sonra gələn feil past, tusuz feildir. Ən birinci çıxacağımız yenə B variantı olur. Çünki out'dan sonra to gəlməlidir. E variantı çıxırıq. Bu to be able to ifadəsidir və to be able to ifadəsi gələcək zamanda işləndə mütləq şəkildə be olmalıdır. C variantında olduğu kimi. A, D, C variantlarını saxlayırıq. Cümləyə baxırıq ki, studies hansı zamandır? İndiki zamandır və A'dakı hətta keçmiş zamandır. İndiki ilə keçmiş zaman uzlaşmaz. Cümləmdə if var. Biz mövzularımızı keçərkən demişdik ki, if olan tərəf indiki zamandırsa, digər tərəfi gələcək zaman işlənməlidir. Doğru cavab 4-də də eləyir. Yenə C variantı. 5-ci sualda boşluqdan sonra gələn feilə fikir versək, görürük ki, to ilə gəlib və çıxdaşlarımızı yenə eləyək. Birdə mastı, mastdan sonra qətiyyən to gəlməz. Bir olan variantları D-ni, E-ni siləcəm. 4-də was able, baxın, variantda to var deyə cümlədə 4-ü götürə biləcəm. Should'dan sonra qətiyyən to gəlməz deyə 3 olan variantları da çıxıram. Had to, bəli, işlənə bilər. Cavabım olur 2, 4, 5 A variantı. 6-cı suala baxaq. Yenə boşluqdan sonraki sözə baxırıq, feilə baxırıq. Tusuz feildir. Neynəyəcəyin indi? Baxıram ki, was able-ın to'su yox. Deməli, C variantın gəlin çıxaq. Burada will be-nin B-si yox, B variantın çıxaq. Yəni, ifadəmizin özü yanlışdır. Qalıram A, D, E variantları arasında. Hər biri qrammatik cəhətdən uyğundur, yəni variantda. Seyid mənə istinad eləyir ki, mən bu cümləni keçmiş zamanda götürüm modal feili. O da 6-da doğru cavab eləyir E variantı. Çünki hətta keçmiş zamanda. 7-ci suala baxaq. Baxırıq boşluqdan sonra stay gəlib. Stay nədir? Tusuz feildir. Ən birinci A-nı çıxıram. Struktur səhvdir. Çünki haven't to deyilən bir ifadə yoxdur. Don't have to olur. Çünki have to'nun inkarı. B-də will be-nin B-si yox. B-ni silirəm. Needn't modal feildir. Çünki nədən bilirik modal feil olduğunu? İnkarı özü ilə düzəlsə modal feildir və modal feil kimi özündən sonra to gəlməz. C variantını çıxacam. Niyə? Çünki mübtədan we cəmdədir. Burada has to yox, have to olmalıdır. Çünki has to tək mübtədalarla işlənir. C gedir, qalır hansı variant? D variantı. Buradan da onu fikir veririk ki, biz modal feil işləyəndə feilin tulu olub olmadığına, cümlədəki zaman hansı zaman olduğuna və mübtədamın tək və cəmliyinə fikir versən, modal feildə səhv eləmə kimi bir ehtimalımız olmur. Keçirik 8-ci suala. 8-ci suala baxırıq. Yenə şu boşluqdan sonraki feil tusuzdur. Ən birinci gözümüzə dəyən out'u silirəm. Çünki tusu yox, out'da olmalı idi və birini əmin olub çıxdığıma görə 3 olan bütün variantları çıxıram. Qalır mənim 1, 2, hər ikisi ilə eyniymiş A və C variantı.
4-ü də niyə götürmürük? Haven't to deyilən bir ifadə yoxdur. Burada A və C variantı hər ikisi doğrudur. Çünki ikisi də eyni yazılıb. 9-a yenə baxırıq. Get tusuz feildir. Neyniyəcəyin ən birinci baxıram ki, çıxa biləcəyim bir şey yoxdur. Onda neynirəm? Cümləmin zamanına baxıram. Bax, burada was var. Was bildirir ki, mən keçmiş zamandayım. Keçmiş zamanda olduğu üçün mən are indiki zamandı götürmərəm, can indiki zamandı götürmürəm. Should indiki zamandı qalıram D ilə B arasında. Aha, indi burada da neyniyəcəm? Tərcümədən baxacağım. For the play, oyun üçün deyirəm bilet, but it was sold out. Oyun üçün bilet almalıyıq. Deməli, burada məcburiyyət var da. Məcburiyyət varsa neynəmirəm? Malı məli qoymalıyam, hətto. 9-da cavab eləyir B variantı. 10-cu suala baxaq. Forget tusuz feildir. İndi biz neyniyəcəyik? Ən birinci B-ni silirəm, çünki out'un tusu yox. You ilə has to işlənməz, have to olar. C-ni silərəm. Haven't to deyilən bir ifadə yoxdur. Mən burada əgər need modal feil kimi vermişəmsə to ilə işlədə bilərəm. Amma bizdə test modal feili soruşduğu üçün A-nı götürməyəcəm. Tək variantımız qalır. Onda E variantı. Keçirik 11-ci suala. 11-ci sualda baxın, tusuz feildir. Neynirəm? Ən birinci A-nı silirəm. Are able to olardı. E-ni silirəm. Ought to olardı. C-ni silirəm. Will be able to olar. B-miz yoxdur burada. B-ni silirəm. Haven't to deyilən bir ifadə yoxdur. Doğru cavab olur 11-də D variantı. 12-ci suala baxaq. Neynirik? Yenə boşluqdan sonra feilə baxırıq. Walk tusuz feildir. Variable'ın tusu yox. C-ni sil. Need-in inkarı özü ilə düzəlib deyə burada to gəlməməli idi. B-ni silirəm. Z ilə has to işlənməz. A-nı silirəm. Burada qalıram D-mi, E-mi? İndi baxaq görək. Aha. Deməli, deyirəm ki, bizim maşınımız qırıldı və biz evə piyada getməli olduq. O da həm tərcümə cəhətdən D uyğun gəlir, həm də broke keçmiş zaman olduğu üçün yenə də had to-nu götürməliyəm, çünki can indiki zamanda. 13-cü suala baxaq. Boşluqdan sonra be feili var. Burada yəni tusuz feil olduğu üçün neynirik? Baxaq, D-ni silək, çünki struktur səhvdir. Haven't to, hasn't to, hadn't to deyilən bir ifadə yoxdur. Qalan, baxın, bir də A-nı siləcəm, çünki task təkdədir. Have to yox, has to olardı. Qalır B, E, C. İndi burada da tərcüməyə baxaq. Take your time. Deyirəm, vaxt. Aha, deyirəm ki, vaxtdır, yəni the task be finished today. Tapşırıq deyirəm ki, bugün sənin vaxtın var da, bu məsələ needn't be finished today. Bugün ehtiyac yoxdur bitməyinə. Yəni hökmən deyil ki, bunu bugün eləyəsən. Burada da tərcümə cəhətdən B eləyir. Və bir də məntiqlə baxın, C ilə has to eyni şeydir də. Yəni mən C-ni götürsəm, N-i də götürməliyəm. Ona görə avtomatik məntiqlə də, yəni işdə tərcümə eləyə bilməsəz, E ilə C-ni də götürməyəcəm. Doğru cavab olar B variantı. 14-cü sualda baxırıq. Go. Boşluqdan sonra gələn feilim tusuzdur. Bəzən uşaqlar cümlədəki bu biri to-nu səhv salırlar ki, burada to var, neyniyək? Bizə oradakı to-nun, yəni go-dan sonraki nə gəlir bizə maraqlı deyil. Yəni to mənada maraqlı deyil. Tərcüməyə sadəcə baxa bilərik. Yəni boşluqdan sonra to-nun gəlib gəlməməyi mənə maraqlıdır. İndi neynirəm? Baxın, A variantında to be able to, yəni am able to olar. D-də kəndən sonra to gəlməz. B-də out'dan sonra to gəlməli idi, gəlməyib. Was able-ın tusu yox, C gedir, qalır hansı variant? E variantı. Keçdik 15-ci suala. Yenə baxıram ki, take, burada da fiil. Hər iki tərəfdə tusuz fiil verilir. Neyniyəcəyin? Baxın, ən birinci silərəm, çünki is able-ın tusu yox. Bir də biri silərəm, out'un tusu yox. 1 ilə 3-ləri çıxdıqda qalır yenə D variantı. 16-cı suala baxaq. Boşluqdan sonra yenə wait, tusuz bir feilim gəlib. V ilə has to işlənməz deyə N-i silərəm, out'un tusu yoxdur deyə A-nı silərəm. Qalıram D, C, B. Zamanıma baxıram ki, mənə verilən cümlənin zamanı keçmiş zamandadır. Demək ki, mən burada had to-nu götürəcəm B variantı. 17-ci suala baxıram. Bring tusuz feildir. Hasn't to deyilən bir ifadə yoxdur. 3-ü silirəm. Out, not, burada out'un tusu yox, 4-ü silirəm. Doğru cavabım neyniyəcək? 1, 2 A variantı. 18-ci suala baxaq.
attend tuzsuz feildir. İkinci tərəfdə də arrive yenə tuzsuz feil gəlir. Yəni hər iki tərəf sağımda, solumda tuzsuz feildir. Baxaq görək çıxa biləcəyim bir şey varmı? Baxırıq ki, yox. Ona görə nə edirik? Cümlədə baxın burada yesterday var, dünən deməkdir. Deməli keçmiş zaman tələb eləyir. Biri götürməyəcəm. Bütün variantlarda bir olanları çıxıram. A və C variantlarımız getdi. Okay, indi baxaq tərcüməyə. Deyirəm I attend the seminar yesterday. Dünən mən seminarda iştirak eləyə bildim. But I couldn't arrive on time. Amma vaxtında çata bilmədim. Tərcümə cəhətdən 2 uyğun gəlir. Çünki batın ziddiyyət təşkil elədiyini bilirik. Əgər batdan əvvəlki cümləni təsdiq vermişəmsə, batdan sonraki cümləni inkar verməliyim. 2 də bu qorunub saxlanılır. İndi 3-ə baxaq. I was able to attend the seminar yesterday. Bilirik ki, can'in ekvivalentidir to be able to. Mən dünən seminarda iştirak eləyə bildim, amma vaxtında çata bilmədim. Bəli, bunu da götürə bilərik. Deməli, doğru cavabım nə olacaq? Elə 18-də 2, 3 E variantı. 4-də də baxın, ziddiyyətlik təşkil eləməyib, hər ikisi təsdiqdədir. 19-cu suala baxaq. Follow tuzsuz feildir. 1-i silirəm, out'un tusu olmalıydı. 4-ü silirəm, arable'ın tusu olmalıydı. Okey, gəlin 1 ilə 4'ü bütün variantlardan silək. Doğru cavabım nə qalır? B variantı. 2, 3, 5. 20-ci suala baxaq. Okey, yenə speak nədir? Tuzsuz feildir. Tuzsuz feil olduğu üçün nə edirəm? Was able'ın tusu yox, B-ni silirəm. Out'un tusu yox, N-i silirəm. Qalırıq A mı, C mi, D mi? İndi baxıram ki, mən cümləyə. Cümlədə nə var? Was var. Was nə deyir? Deyir ki, mən keçmiş zamandayam. Burada da keçmiş zamanda could'dur. Doğru cavab eləyir C.